Deyir ki, klaviaturadan bir dənə ədəd verəcək. Tutaq ki, nə bilim 20. Bu ədədi ən çox neçə mürəkkəb ədədin cəmi şəklində göstərmək olar, o tapmağımı istəyir. 20-ni ən çox 5 mürəkkəb ədədin cəmi şəklində göstərmək olar, yəni 5-dən 4-ün cəmi şəklində. Mən bunu belə eləmək olardı onda. Məsələn 20-dirsə, mən bir ədəd yox. Bunu məsələn hər dəfə, məsələn yox, o da olmur. Mürəkkəb ədəddə. Mürəkkəb ədəd başlayır 4-dən. Yox, 4-dən başlayır, düzdür. Niyə 4-dən gedir? Ən kiçik mürəkkəb ədəd 4-dür. Kiçik bir şeyin cəmi şəklində göstərsəm say çox olar da, düzdür? Bəli. Ona görə 4-ə baxdım birinci. 4-ə bax. Elə həll prosesimizdə 4-ün üzərindən olacaq. Məsələn, yaşım 18 olsa. 18 olsa, əla. 18-i 4-lərin cəmi şəklində göstərə bilmirəm, düzdür? 4-lərin cəmi şəklində göstərəndə qalıqda 2 qalır. Razısan? Bəli. 10 yerinə 3-dən 4 plus 6 şəklində göstərə bilərəm. Bəli. Göstərə bilərik. Amma indi bunu yazmaq var, indi onu düşünürəm. Maraqlı həll üsulu var əslində. Gəl şaxələndirəcəm, sonra sizlə bir yerdə həll edəcəyik. Sualı amanlat da, nə istədiyin bizdən? İndi anlamışım, mən anlamışım. Anlamayan var aramızda. Nə istədiyin? İndi baxaq. Deməli, deyə bilərəm Azad. Birinci al. Ədəd n. 4-ə bölünən ədəddirsə. Bunu ən çox n/4 dənə mürəkkəb ədədin cəmi şəklində göstərə bilərəm. 20-dirsə 5 dənə. 24-dirsə 6 dənə. Razısan? Bu bir hal idi. Bu çıxdı aradan. Bu bir hal. Bu getdi. İkinci hal. N'in 4-ə bölünməsindən alınan qalıq 1 olan halı. Yəni, bu nə deməkdir? O deməkdir ki, ədəd 4x plus 1 şəklindədir. Yəni, 4-lərin cəmi şəklində göstərir. Daxırda bir dənə boşda 1 qalır. Razısan? Mən qalırsa maksimum məsələn 3-ə qədərdir də. Aha. Deməli, bir digər halım nədir? Üçüncü hal. N'in 4-ə bölünməsindən alınan qalıq 2 olan hal. Bayaq baxdığımız 18. Razısan? Ondan Əla. Sonuncu halımda N'in 4-ə bölünməsindən alınan qalıq 3 olan halıdır. Bəli. İndi gəl başlayaq ikinci haldan. Əgər qalıqda 1 qalırsa, yəni bunu mən 4-lərin cəmi şəklində göstərəndə plus axırda 1 qalır, düzdür? Mən necəsə bu 1-i mürəkkəbləşdirməliyəm də, məndən mürəkkəblərin cəmi şəklində göstərməyimi istəyir. Məcburam ki, bu 4-lərdən hansınsa birləşdirim 1-dən, cəmliyim. Razısan? Məsələn, 18-də neynəmişdim? 18 normalda 4 dənə 4 plus 2 idi, düzdür? Bəli. Bu 2 ilə 4-ü birləşdirdim, 6 yazdım. Mürəkkəbləşdirdim. Qaldı 3 dənə 4 plus 6. Yəni 4 dənə mürəkkəb ədəd. Razısınız? Burada da bir dənə 4 ilə 1-i birləşdirəndə alınır 5. 5 yenə mürəkkəb deyil deyə bir dənə də 4 verməli olam ki, alınsın 9, düzdür? Onda mən 4x çıx 1 üstünə 1 yoxsa 2 dənə 4 verdim. 2 dənə 4 verdi. 1-in birləşdirdim, birinə elədi 5. 5 mürəkkəb deyil deyə bir dənə də 4 birləşdirdim. Hə, onda ikincidə 2 dənə olur. Birincidə də x çıx 1 olur. Aha. Çünki birin Necə? Birincidə nə olur? Birinci şərt verdizə m faiz 4 sıfırdırsa. Onda elə n/4 dənə 4. Orada heç birləşdirməyə ehtiyac yoxdur da. Burada direkt
Ha, yo, ha, ikinci dəyə düzdür. Mən səhv dedim. Bildim. Ha. Burada indi nə etmiş oldum? Bir dənə təzədən vurğulayıram. Bir mürəkkəb deyil deyə. Gəlin bu x dənə ədədim nədir? X dənə 4 plus 1. Bu x dənə 4-dən 2 dənəsin. Yəni 8. 2 dənə 4-üm 8. 2 dənəsini bu 1-ə birləşdirirəm ki, olsun burada 9 mürəkkəb ədədi olsun. Və nəticədə x2 vahid azalmış olur. Sağ tərəfdə 9 yaranır. Razısınız? Bəli. Yəni n-in içindəki 4-lərin sayı 2 vahid azalır. n slash 4. N-in içindəki 4-lər də düzdür. Bunun sayı 2 vahid azalır. Mürəkkəb ədədimin sayı 2 vahid azalır. Nəticədə sağ tərəfdə bir dənə mürəkkəb ədədi yaranır da, razısınız? Sağ tərəfdəki mürəkkəb ədədin bir dənə sayı bir vahid artır. Yəni ümumilikdəki mürəkkəb ədədlərimin sayı bir vahid artır. Aydın oldu? Bəli. Məsələn, gəlin bir dənə baxaq. 21 ədədi üçün. 21 normalda 5 dənə 4 plus 1-dir. Razısınız? Bəli. Bu 1-i mürəkkəbləşdirmək üçün 2 dənə 4-ü buna birləşdirdim. Alındı 9. Oldu 3 dənə 4 plus 9. Ümumilikdə 4 mürəkkəb ədəd. Yəni 4-lərimin sayı 2 vahid azaldı. 5 minus 2. 20-in 21-in 4-ə bölünməsinin alınan tam hissə 5 idi. 5 minus 2. 3 dənə oldu 4. Bir dənə alındı 9. 3 plus 1 ümumilikdə 4 dənə mürəkkəb ədədini cəmi şəklində göstərə bildim. Aydındır hamıya? Bəli. Əla. Gəlin davam eləyək. 3-cü ala baxaq. Bu halda deməli ədədim 4x plus 2 şəklindədir. Yəni 4-lərin cəmi 4-lər plus axırda bir dənə 2 var. Bu 2-ni mürəkkəbləşdirmək üçün 4-lərdən bir dənəsini birləşdirmək kifayət eləyir də. 6 olur. Deməli n slash 4-lərdən bir dənəsini verirəm sağ tərəfdəki 2-yə və nəticədə sağ tərəfdə bir dənə 6 almış olam. Yəni sağ tərəfdə bir dənə mürəkkəb ədəd alıram. Plus 1 minus 1. Nəticədə yenə n slash 4 dənə mürəkkəb ədəd qalmış oldu. Bəli. Məsələn 18 ədədi üçün bayaq baxdıq. 18 normalda 4 dənə 4 plus 2-dir. Bu 2 mürəkkəb deyil deyə 4 ilə 2-yi birləşdirirəm olur 6. Yenə də 4 dənə mürəkkəb ədədi əldə eləmiş oldum. 1, 2, 3, 4. Aydındır. Burada neçə dənə idi? Burada n slash 4 minus 2 plus 1. Yəni n slash 4 minus 1. Razısınız? Minus 1. Keçdim sonuncu 4-cü alma. Deyə bilərəm bu da 4x plus 3 şəklindədir. Yəni 4-lərin cəmi plus 3. İndi yenə 3-ü mürəkkəbləşdirmək üçün neçə dənə 4 verməliyəm? Neçə dənə? 2 dənə 4. Bir dənə? 2 dənə deyil. 2 dənə ilə 11 olur. 3 dənə. 3 dənə verməliyəm. Hə, 3 dənə 4 verəndə düşür bu formaya. 4-ləri verdim, elə bil 4-lər əsildi. Sağ tərəfdə 15 yaranmış oldu ha. Bəli. Fikir verin, n slash 4-dən 3 dənəsini verdim. Sağ tərəfdə 15 aldım. Amma burada bir dənə incə məqam var. Gəlib deməyəcəm bir dənə mürəkkəb ədəd alındı. Niyə? Çünki 15-in özündə 6 və 9-un cəmi şəklində göstərə bilirəm də. Nəticədə sağ tərəfdə 2 dənə mürəkkəb ədəd alındı. Ümumilikdə mürəkkəb ədədlərimin sayı oldu n slash 4 minus 1. Aydındır? Heç nə. İndi bunu həll eləyəndən sonra əslində kod hissəmiz rahat olacaq. 4-ə bölünən isə n slash 4. 4-ə bölünməsindən alınan qalıq 1-dirsə n slash 4 minus 1. Sonra 4-ə bölünməsindən alınan qalıq 2-dirsə n slash 4 yenə. 4-ə bölünməsindən alınan qalıq 3-dirsə onda n slash 4 minus 1. Gəl indi kodun yazaq. Keçdim bura. Hə, bir də diqqətli olmalıyıq. Nədə? Burada göstərə bilmədiyimiz ədədlər də var da. Göstərə bilmədiyimiz ədədlər. Hansılardır? 4-dən kiçiklər,
Hətta 6-dan kiçiklər, düzü. Bəli, müəllim. Bəli. 7-ni göstərə bildik. Xeyr, 6-dan kiçiklər. 7-ni də göstərə bilmədilər, razısınız? Bəli, müəllim. Deyə bilərəm 7-dən kiçik, 8-dən kiçiklər deyək də. 8-dən başlayaraq o göstərə bilirəm. 7-ni də göstərə bilmirik. Necə? 7-ni də göstərə 7-yi bilmirik. də göstərə bilmirik də. Necə göstərək? 6-nı bir dənə göstərə bilərik, bir dənə 6-nı cəmi şəklində. Belə bir dənə 6. Razısan? Bəli. If n gəl belə deyək də, n kiçikdirsə 6-dan or n bərabərdirsə 7-yə 6-dan kiçikdirsə və ya 7-yə bərabərdirsə göstərə bilmirəm. Razısınız? Bəli. Burada bir dənə 6-yı çıxartdım. 8-i göstərə bilirəm. 9-u 9-u göstərə bilirəm. Dokuz da göstərəmirəm, ha? Bəli, göstərə bilmirik. Yox, alınmır. Ya, deyək. 9-u göstərəməyəcəm. Bir də 11-i göstərəməyəcəm. Düzdür? Qalan hamısını göstərə bilməliyəm. Or yazmaq yaddan çıxdı. Bu hallarda print -1. 12-dən başlayaraq uca daha ondan sonrakıları 4-dən cəmində göstərə bilirəm də. Ondan sonrakılar hamısı bu şərtlərə düşür. Razısınız? Gözümüzdən qaçan ədəd olmadı. Anladım. Burada 8 ödəyirdi, 9, 10 Olmadı, ödəyirdi. hamısını yazdınız. Necə? Hamısını yazdınız müəllim, olmadı. Deməli, indi deyirəm, elif, n faiz, əslində n faiz 4-ü yuxarıda yoxlasaydıq, daha işimiz sürətli olacaq. N 4-ə bölünürsə, çünki 4-ə bölünürdüsə, ortada nə gedəcəkdi? 8 gedəcəkdi. 6-ya bölünməsində yoxlasaydım, o da gedəcəkdi, qalacaqdı. Bu birçilər, burada n kiçikdir, 11 deyərək, nəsə, eyb yox. İndi 4-ə bölünən ədəddirsə, neçə mürəkkəb ədədinin şəklində, cəmi şəklində göstərə bilir? Deməli, 4-ə bölünməsinə alınan tam hissə qədər. Print n/4 qədər. Sonra elif. İndi baxın, bunun yanına şey datım da. n/4 həm də burada var da. 4-ə bölünməsinə alınan qalıq 2 olanlarda da. Razısınız? Bəli, müəllim. Bura elədiyim də or n-in 4-ə bölünməsinə alınan qalıq 2-dirsə. Onda da n/4 dənə mürəkkəb ədədini cəmi şəklində göstərə bilirəm. Qaldı n faiz 4 bərabərdir 1-dirsə. 4-ə bölünməsinə alınan qalıq 1-dirsə. Print n/4 minus 1 dənə mürəkkəb ədədini cəmi şəklində. LC qaldı da bir dənə. Bir dənə LC-sində də print, yəni LC düşür n-in 4-ə bölünməsinə alınan qalıq 3 olanlara. Orada da n/4 minus 1. Yəni bu da bura ata bilərdim. Fərqi yoxdur. n/4 minus 1. Oldu bu formada. Aydın oldu hamıya. Bəli, müəllim. Bəli, müəllim. Əlas.